şəcərəsində insanların qan qrupları göstərilibdir. Deməli, burada nəsil şəcərəsi veribdilər və qan qruplarını göstəribdilər. Rəqəmlərlə işarə olunmuş hansı insanın qan qrupunun genotipini dəqiq təyin etmək olmaz. Rəqəmlərə baxacaq biz. 1, 2, 3, 4, 5 rəqəmi veribdilər. Biz birinci qan qruplarını qeyd edək. Bilirik ki, birinci qan qrupu 0-0'dır. İkinci qan qrupumuz deməli A0 ya da AA şəklində iki cür olurdu. Üçüncü qan qrupumuzda B0 ya da BB şəklində olurdu. Heterozigot, homozigot vəziyyətdə. Dördüncü qan qrupu bir cür genotip, bir cür fenotip olurdu. AB şəklində göstərirdik. Biz təkcə qan qrupları, antigenləri yazdıq. Rezus amili qatmadıq bura. Və burada rəqəmlərlə işarə olunmuş hansı insan qan qrupunun genotipini təyin etmək olmadığını göstərir. Dördüncü qan qrupunu dəqiq bilirik, yazırıq AB şəklində. Dördüncü qan qrupudur. Bax, burada da bilinirdi. AB şəklində 100% bilirik, yazırıq. Başqa cür ola bilməz. Amma 2 ilə 3 hər yerdə vardı və bunu bilmirik necə olurdu. Bunu da valideynlərin genotipini biliriksə, övladlarına görə təyin edə bilərik. Misal üçün, 3-cü qan qrupu B hərfi yazıram bura. 0 da ola bilər burada. BB də ola bilər. Yəni B0 da ola bilər. Eyni zamanda BB də ola bilər. Gəlin görə indi burada övladları necə olubdu? Hansını götürə bilərik burada biz 100% bilək ki, B0-dır yoxsa B hərfi kimidir. Yəni homozigotdur yoxsa heterozigotdur. İkinci qan qrupunun üzə çıxması üçün bilirik ki, burada A qrupu olmalıdır və A ikinci qan qrupudur və A hərfi burada B-in tərkibində yoxdur. B gəlsə bura, onlar dördüncü qan qrupu. Ona görə 0 gəlməlidir. 0 gəlməlisə 100% BB silinirdi burada. Çünki bu 0 bura gəlməsi üçün 100% digər valideyndən gəlməlidir. Ata orqanizmindən gəlməlidir. Anadan bir dənə A gəlib deyək ki. Bunu buradan tapıb təyin eləmişik. İndi üçüncü qan qrupu burada necə olacaqdır? Bunu tapaq. Yəni bu sual işarəsi qoyduğumuz A0'ı 100% tapdıq. Bunu silirəm. Və digər oğlanın genotipinə baxaq. Yəni bu ailədə doğulan oğlan uşağı üçüncü qan qrupu hansıdır? Yenə B şəklindədirmi? Yoxsa B0 şəklindədirmi? Tutalım, deyək ki, buradan B hərfi gəlibdir bura. Baxın, B hərfi gəlib bura. Və burada B də gələ bilər bura. B də gələ bilər bura. BB şəklində də ola bilər. Tamam, baxın görə indi bunu necə təyin edə bilərik? Bunu bilmədik. BB-dir yoxsa B0-dır. Bunu da gələcək nəslinə görə, yəni övladına görə müəyyənləşdirmək olar. Məsəl üçün veribdir burada 4-cü qan qrupu alınıbdır burada. Baxaq, 4-cü qan qrupuna sual işarəsi qoyuruq. 4-cü qan qrupunda görək bu necə olacaqdır. 4-cü qan qrupu bu ikinci qan qrupudursa, yenə A 0 da ola bilər, A da ola bilər. A buradan gəlibdir, tamam, A buradan gəlib bura təyin elədik. Buradan da B gələ bilər bura. Təbii B hərfi vardı. Gələ bilər bura. Buradan da gələ bilər. Buradan da gələ bilər. Baxarıq buna da görək hansıdır. Və ikinci qan qrupu vardı burada. İkinci qan qrupu A0 olurdu ya da AA olurdu. Sual işarəsi qoyuruq buna da. İndi biz görək o valideyn hansı genotipə sahib idi? 100% ki, bu alınıbdır. A0 alınması üçün, A0'ın üzə çıxması üçün biz nə etməliyik? Valideyndən nə gəlməlidir? Deməli, bu B0 olsa, 0 buradan gəlibdir, 0 buradan gəlibdir bura, deyək ki. A da buradan gəlibdir bura. Deyək ki, bu belə oldu. Yaxşı. Və 0 buradan götürdüksə, BB-ni burada 100% silirik. Və BB genotipi yoxdur artıq burada, bunu sildik. Deməli, 3-cü qan qrupu B0 idi. Və B0'ı biz təyin elədik, artıq burada ikinci qan qrupunu aldıq. Yaxşı, ikinci qan qrupu alındısa, bunu da silək buradan. Tamam. Bunu da sildik buradan. Aha, AB-ni deməli almışıq. A gəlibdir. Baxın, burada sual işarəsi qoyduğumuzda A gəlibdir 4-cü qan qrupunda 2-dən. B də gəlibdir 3-cü qan qrupundan. AB alınıbdır. Tamam, qamet olaraq normaldır, bu düzdür. Bu birisində də baxırıq diqqətlə. B0 gəlibdir bura. 0 buradan götürmüşüksə, bu gələ bilər bura. Biz B-ni başqa cür götürə bilməliyik. BB götürsək əgər, B-ni oradan götürsək, 0'ı buradan götürməliyik, bilinmir bu da. Ona görə də biz 4'ün genotipinin nə olduğunu anlamırıq. Niyə? Çünki burada A da ola bilər, A0 da ola bilər. Yəni 100% məlumatımız oldu ki, dördüncü rəqəmlə göstərilən iki cür genotipdə ola bilər. Bu tərsinə də ola bilərdi. A məsəl üçün buradan gəlibdir. A eyni zamanda buradan da gələ bilər bura. Yəni budur. A buradan da gələ bilər bura.
Yəni bilmirik. Onun üçün də 4 rəqəmi ilə göstərilənin genotipini dəqiq təyin etmək olmur. Düzgün cavab 4.